Hər kəsə salamlar. Nəhayət ki, mən mikrofonumla ilk dəfə video çəkirəm. Şərhlərdə deyərsiniz, əgər səs fərqi var ya yox. Naushnikdə ümid edirəm daha rahat olacaq dinləməyə. Bugün mövzumuz özümüzə göstərən aqressiyanın hücumları, şiddət haqqında danışacağıq. Autoaqressiyamızdan. Hansını ki biz başqasına yox, özümüzə yönəldirik. Yəni özümüzü məhv etməyə çalışırıq. Və niyə bunu görəndən sonra belə əsas mövzu olacaq? Niyə durdura bilmirik? Sanki durdurmaq istəyirik, amma heç cür alınmır. Gəlin birinci baxaq qısaca olaraq autoaqressiya nədir? Əgər mən özümü iki yerə bölsəm bu dəqiqə və özümü tanımlasam istədiyim versiyayla, olmaq istədiyim versiyayla və bölsəm ay günə, hansı ki necə varsa elədir. Yəni bəlli bir faktorlara görə, həyat şəraitlərinə görə bu cür formalaşır. Başqa cür formalaşa bilməzdi. Yəni onun genetikasını, böyüdüyü ailəni, psixikasını, sinir sistemini nəzərə alsaq, məsəl üçün mən bu ay gün başqa cür formalaşa bilməzdi. Artıq belədir. Yəni bu necə varamsa o. Bir də axı var mən, hansını ki biz çox zaman müşahidə eləmirik, çünki özümüzü onunla tanımlayırıq. Hansı ki elə bir ki ingiliscə necə wannabe, yəni istədiyim olma ay gün. O versiya hansı ki mənə xoşuma gəlir. Hansıyla ki mən özümü utanmadan tanımlamaq istəyirəm. Bir növ insanlara nümayiş elətdirmək istədiyim, məni bu həyatda nümayəndəm. Necə ki, hər səfirliyin bir nümayəndəsi olur ölkədə. Mənim nümayəndəm odur, məni tanıdan. Bu yox. Və mən özümü bununla tanımlayaraq, istədiyim versiyayla, hər dəfə özümün reallıqda necə olduğumu görəndə çox qəzəblənirəm. Çünki görürəm ki, özüm haqda düşündüyüm birisi deyiləm. Bu çox incidir. Çünki bura baxanda, məsələn, insan çoxlu itirdiyi fürsətləri görür. Zaman, boşuna keçmiş zaman. Baxmayaraq ki, bu çox zaman bizdən asılı olmayan bir şeylər idi. Yəni deyirəm də, çox faktor var, hansını ki nəzərə almaq lazımdır. Amma biz, onlar hamısı sanki belə gedir. Biz görmürük onları, o faktorları. Biz sadəcə deyirik ki, niyə mən beləyəm? Bu mənim xoşuma gəlmir. Və bir növ başlayırıq özümüzdən mümkün olmayanı, o ana mümkün olmayanı tələb eləmək. Və burada artıq başlayır müharibə. Harda ki, mən deyirəm, sən mənim istədiyimi verməmsən, sənə görə mən beləyəm. Təsəvvür edin ki, birini dirəmisiniz divara ya da valideyninizi təsəvvür edərsiniz. Əgər valideyninizə qarşı çoxlu qəzəbiniz varsa, ki, sənə görə mən beləyəm, anlamaq daha asan olsun deyə. Və ya deyirəm ki, indi ver mənə. İndi və bu dəqiqə istəyirəm. Real mən isə əlbəttə ki, mənə zaman tələb olunur. Mən sadəcə xırda addımlarla gedə bilərəm. Amma özümü o tanımladığım versiyada mən elə istədim olmalıdır. İndi deyirsiniz, anladım, hətta görürəm, özümdə müşahidə belə edirəm. Görürəm necə incidici bir şeydir. Çünki özümüzə göstərən aqressiyanın ən pik həddi, ən təhlükəli həddi özümüzə qəsd eləmək istəyidir. O direkt olaraq buradan gəlir. Çox zaman. Yəni hər situasiyada əlbəttə ki, danışmıram. Bilmirəm, sən haçansa özündə müşahidə etmisənmi belə güclü aqressiya özünə qarşı? Harda ki, özünlə başdan ayağa tamamilə narazısan, heç nə kimi gəlirsən, sanki içində bir dənə yaxşı bir şey belə tapa bilmirsən. Fikir ver necə qəliz bir illüziya yaşayır insan. Məsələn,
Mən özümü tanımlayıram hansısa versiya ilə. Hansı ki, baxır real mənə. O real mən isə, dediyim kimi, bəlli bir səbəblərə görə bu yolu gəlib, bu haldadır. Və mən bir növ özümə kömək eləməyin yerinə, mən başlayıram onsuz da yerə düşmüş halımı biraz da məhv eləmək, təpikləmək, məhv etmək, üstünə tüpürmək, səndən nifrət edirəm, özümdən nifrət edirəm deyirik. O aqressiyanın ən pik həddində insan hətta yaşamamaq istəyir. Çünki əgər mən buyamsa və mən bu halımla barışıb yaşamalıyamsa, olmamağım daha yaxşıdır, nəinki bu. Bu ən çətin haldır. Bunu çox vacibdir özümüzdə müşahidə eləmək və bununla terapiyaya gəlin. Əgər sizdə belə bir şey varsa, mütləq işləyəlim. Çünki hətta bunun yüngül versiyasında belə, mən özümdən də tanıyıram, autoaqressiya bədəndə də ağrılar yaradır. Məsələn, mən öz autoaqressiyamı çox qəşəng tanıyıram. Onun bədənimdə necə hiss etdiyini, necə məni halsız hala gətirdiyini çox rahatlıqla artıq müşahidə etməyi öyrənmişəm. Və sən də bunu bir azca da olsa başda müşahidə eləməyə. Amma deyəlim ki, sən artıq bunu edirsən. Deyirsən ki, okey, Ayqu xanım, görürəm, özümü məhv eləyirəm, amma durdura bilmirəm. Gəlin çalışaq, birlikdə anlayaq ki, niyə bu baş verir. Birincisi, məncə orada vacib nüans odur ki, insan özünü olmadığı versiyanı tanımlayanda, hansı ki, mən oyam, güya ki, ağıllanıb, daha yaxşı düşünür, daha yaxşı bilir necə eləmək lazım idi. Gəlin belə asan olsun anlamaq üçün situasiya təsəvvür edək ki, mənim indiyənə kimi yaşadığım həyatla bağlı ki, peşmançılıqlarım var, güclü peşmançılıqlarım var. Çünki baxıram həyatıma və mən anlayıram ki, mən çox şey itirmişəm, çox şey eləməmişəm. Və mən əminəm ki, amma o qədər əminəm ki, mən başqa cür edə bilərdim. Bu əminlik hardan gəlir? Yəni, niyə axı mən düşünürəm ki, mən edə bilərdim? Ya da tərsinə təsəvvür eləyək, mən hansısa hərəkətləri eləmişəm, hansından ki, indi çox utanıram və düşünürəm ki, yenə də əminəm ki, mən başqa cürə davrana bilərdim. Amma bu cür davrandım. Baxın, necə maraqlı bir məqamdır. Niyə mən indi, təsəvvür edək ki, məsələn, 10 il sonra, 15 il sonra əminəm ki, başqa cür davranıb və ya davranmaya bilərdim. Bu əminlik bir illüziyadan gəlir məncə. Əgər mən özümü real özümlə deyil də, bax bu insanla tanımlasam, hansı ki necə var elə formalaşıb, onda mən məcburam çoxlu faktorları nəzərə almaq. Və o faktorları nəzərə alanda mən başa düşürəm ki, mən əsla və əsla başqa cür edə bilməzdim. Mümkünü belə yox idi. Amma bunu görmək çox çətindir, bunu etmək istəmirik. Çünki özümüzü bu versiya ilə tanımlamaq daha xoş gəlir. Niyə? Çünki əlbəttə ki, burada mən daha üstünəm. Mənə elə gəlir, mən daha ağıllıyam. Daha çox şey bacararam. Mən özümü bu versiya ilə, o çox bilən versiya ilə tanımlayanda, mənə avtomatik elə gəlir ki, mən özümə hücum etdiyim o anda sanki nəsə edirəm. Halbuki həyatımda eyni yerdəyəm. Heç bir əlavə addımlar atmıram dönüşüm üçün. Sadəcə özümə olan aqressiyamda boğuluram insanlara, mənim həyatımı məhv edənlərə boğuluram. O halımda o qusmağımı da tökürəm özümün üstünə ya da günahkar bildiyim insanların üstünə. Əgər bunlar bunu icazə verirlərsə, adətən bu çox yaxın ailə üzvləri olur, çünki başqaları icazə verməz. Ya valideynlər olacaq, ya həyat yoldaşı olacaq, ya uşaqlarımız olacaq. Hansı ki, qaçmağa yerləri yoxdur, məcburlar tab gətirirlər. O versiyamda mən, fikir verin, artıq elə bil ki, olmuşam. Mən oyam, hansı ki, indi güya başqa cür edə bilər. Başqa cür edə bilərdim, başqa cür etməyə bilərdi. Mən orada o qədər haqlıyam. Əminəm haqlı olduğumdan.
Və o haqlı qəzab mənə sanki icazə verir özümü və başqalarını asıb kəsməyə. Gəlin birlikdə gözümüzü hətta bağlayaq, xatırlayaq o situasiyalardan birini. Hətta asan olsun deyə yadva sal, əgər kiməsə qarşı sən haçansa çox haqlı qəzaba girmisən. Əminsən ki, sən haqlısan, o insan sənə yanlış edib və bu sənə haqq verir, içindəki o canavarı, qəzəbi, ən limitsiz, ən senzurasız halda başqasının üstünə o elə bir ki, ovçarkanı bir də açırsan, belə atırsan, atası, get tut onu. O halda buraxmağa yadva sal. Bu ola bilər ki, sən sosial şəbəkədə hansısa paxıllığını çəkdiyin, qıcıq olduğun bloger ola bilər, terapevt ola bilər, onu eləmisən, valideyninlə eləmisən, yoldaşınla eləmisən, dostunla, kolleqanla fərqi yoxdur. Bir dənə yadına sal. Oradakı o tanımadığın, müşahidə etmədiyin zövqü yada sal. Orada çox böyük zövq var. Harda ki mən adətən axı insan birazca insanlığını yada salanda o göstərdiyi şiddətə, vəhşiliyə və aqressiyaya görə utanır. Birəcə utanc yaşayır, heç olmasa birazca. Amma mən haqlı olanda sanki bu haqq mənə icazə verir, utanmadan istədiyim kimi o vəhşiliyi yaşayım. O canavarımı utanmadan azad edim və o dişləyərək, qanqan eləyərək onun ləzzətini çıxardım. Bunu sən özündə indi görməyə bilərsən, anlayıram. Bunu görmək çox çətindir. Çünki yəni kim istəyər özü haqqda bu informasiyanı anlasın və görsün? Kim istəyər? Kim istəyər özünə bunu etiraf eləsin? Buna zaman lazımdır, bu bir. İkincisi də istək lazımdır. Əgər həqiqətən sən yorulmusansa özünə və başqasına göstərdiyin aqressiyada və bu səni həyatını məhv edir, bu elementi görmədən buradan çıxmaq olmur. Çünki bu elementi görəndən sonra insan bir növ dəhşətə gəlməyə başlayır ki, nə dərəcədə qeyri-insani davranır həm özünə, həm başqalarına. O içindəki yaşadığı o quduzluğa, vəhşiliyə şok olur bir növ. Əgər olmursansa, deməli hələ çox uzaqsan bu addımdan. Hələ də özünün o qapalı dünyanda yaşayırsan, harda ki əminsən ki, haqlısan. Halbuki çox az nadir situasiyada olur ki, bir tərəf tamamilə yanlış olur, o birisi tərəf tamamilə haqlı olur. Amma sən qapalı dünyada yaşayanda səndə bu əminlik olur və bu sənə haqq verir istədiyin kimi davranmağa və özünü buna görə yanlış hiss etməməyə, qeyri-insani hiss etməməyə. Bu birinci nüansdır. İkinci nüansda isə məncə bu həqiqətən çox vacibdir bunu anlamaq. Əgər mən bu dəqiqə özümə autoaqressiya göstərməyi dayandırsam, özümdən bu bacarığı alsam, olmasa, bu variant və seçim olmasa, mənim əlimdə nə qalır? Əgər mən özümə edib ya etmədiyimə görə şiddət göstərə bilmirəmsə, başqalarına da şiddət göstərərək günahlandıra bilmirəmsə, mənim əlimdə nə qalır? Nə qalır? Sən pauzaya bas, biraz düşün və sonra qayıt mənim cavabımı düşün, dinlə. Məncə onda bizim əlimizdə qalır real mən. Necə varamsa elə. Vəssalam. Və bu çox acıcı bir haldır. Özünü o bəyənmədiyin, hətta nifrət etdiyin halda görməyi, hansı ki sənə o halın uduzmuş, həyatda uduzmuş, düşmüş, lazımsız, nə özünə lazımsız, nə həyatda, nə sosiuma lazımsız bir insan kimi görürsən. Hansı ki sənin o ideal, özünün haqqında qurduğun o versiyanda, o gözləntilərinin heç birinə uyğun deyil. Başqaları ilə müqayisədə axı müqayisə edirik, çox geridə qalıb, biz qalırıq bir növ o versiyamızla. Bunu görəndə nə etmək olur?
ya dəhşətə gəlib, yenə qəzəblənib, oradan o haldan mən pisəm hiss edib, mən pisəm adlı videom var. Çox vacibdir, izləyin onu da istəsəniz. Qayıdıram yenə o özümü tanımladığım o möhtəşəm versiyamla. Harda ki mən özümü məhv edirəm, amma ən azından özümü məhv edərək özümü daha yaxşı variantımdayam. İstədiyim versiyamdayam. Heç olmasa bu heç nə deyiləm. Amma özümü məhv edirəm. Amma burada qalsam, qala bilsəm, və bu çox çətindir. Bunu biz cüzi-cüzi, çox xırda addımlarla eləyə bilirik. Qala bilsəm, onda mən o versiyamı bir növ belə götürürəm. Deyirəm, budur, olan budur. Və mən iki seçimim var. Ya bayaq dediyim, ya da buradan, bu olduğum yerdən yavaş-yavaş kök salaraq böyümək. İnsan həqiqətən bu həyatda dərin, özünə məxsus, onu tətmin edəcək şeyləri hal-hazırdakı haldan kök salaraq edə bilir. Yəni mən görürəm ki, okey, mən buyam, mən geridəyəm. Mən etməmişəm həyatda çox şeyi. Buna səbəb olan faktorlar var. Mən artıq anlayıram onları və mənə çox çətin belə olsa, mən yavaş-yavaş istəyirəm alışmaq bu halıma. Çünki o birisi halda mən sadəcə ölmək istəyirəm, orada gerçək yaşam yoxdur. Orada sadəcə belə bak o su qaynayan aqressiya var. Hansın ki, içində mən yanıram, amma durdura da bilmirəm onu. Yəni bu versiyamı götürərək və ondan yavaş-yavaş kök salaraq, bir cöcərərək mən bir şey yarada bilərəm. Məsələn, əgər mən başa düşürəm ki, mən həyatımda, nə bilim, işləməmişəm, çox asılıyam başqa insanlardan. Mən çox yavaş-yavaş, yenə də eyni insanlardan hələ ki asılı olaraq oxumağa başlaya bilərəm. Bir şeylər edə bilərəm. İlk addımlarımı ata bilərəm. Və bu deməkdir ki, mənə hələ çox illər lazım olacaq. Yəni çox dediyim 20 il demirəm də, əlbəttə. Ən azından bir neçə il insana lazım olur ki, birazca belə möhkəm ayağa durmağa başlasınlar. O qurban halından çıxmağa, o ətrafı, hər kəsi özünü günahlandırmaq modusundan çıxıb hərəkətə keçmək üçün. Anlayaraq ki, hər şeyin səbəbi var idi. Və o səbəblər çox zaman bizdən asılı deyil idi. Amma indi asılıdır, indi biz daha yetişkinik. Bu prosesləri anlayaraq bizim seçimimiz yaranır. Eyni yerdə qalmaq, ömrümüzün sonuna qədər özümüzü çürütmək, ya da ki, nəhayət ki, çox xırda addımlara razılaşaraq, nə qədər zaman alırsa alsın, addımlar atıb, həyatda bir yerə gəlib çıxmaq, özümüzü tanımağa başlamaq və bir şeylər yaratmağa, özümüzə məxsus olan, öz yolumuzu getməyə başlayaq. Mən hələ ki başqa seçim görmürəm, nə sizin üçün, nə özüm üçün. Çünki başqa seçim, okey, indi mən özümə hirsləndim, indi yenə də özümü belə ölmüş versiyasını, bəyənmədiyim versiyasını yenə də qapazlayaraq, arxadan itələyərək ged elə, elə bilməyincə də ki, bu eləyə bilmir. Çünki xırda addımlarla edə bilər. Yenə qapazlar yesin ki, nə gündəsən, gözüm də daima onda bunda ki, o elədi, bu elədi, mən eləmədim. Əminəm ki, eləyə bilərdim, ya da eləyə bilməyərdim, eləməyə bilərdim. Yəni, qalırsan o eyni illərlə qaynadığın qazanın içində və bu səni heç bir yerə gətirməyəcək. Sadəcə daha da çox aqressiv, özündən belə bezgin bir hala gətirəcək. O, insanın üz ifadəsinə belə yansıyır. O içimizdəki aqressiya, gözlərinin baxışına, ağzının formasına yazılır içimizdəki o daimi narazıçılıq və insanlara özümüzə qarşı hiss etdiyimiz aqressiya, nifrət, narazıçılıq, günahlandırma. Nə qədər də çətin olsa, yeganə versiya budur. Görmək və birazca özümüzə mərhəmət göstərməyə başlamaq. Çünki bu birisi versiyada mərhəmət yoxdur. Əgər mən özümü ya başqasını vəhşicəsinə məhv etməyə hazıramsa,
edirəmsə bunu gözümü qırpmadan, haqlıyam, onda orada heç bir mərhəmətdən belə, damcıdan belə söz gedə bilməz. Orada insanlıq yoxdur. Orada var sadəcə canavar, hansı ki heyvancasına, instinktlərlə yaşayır və bildiyini, ən yaxşı bildiyini eləyir. Ya mən səni öldürəcəm, ya sən məni öldürəcəksən. Əgər sən mənim istədiyim kimi ölmədinsə, deməli sən ölməyə layiqsən. Cəzalandırmaya layiqsən. Belə. Yəni bugünə fikirlərim budur. Çalışıram bu mövzu üzərində biraz da işləmək. İllər getdikcə daha çox məndə açılmağa başlayır. Amma bu iki vacib nüansı görməsək, o hiss etdiyimiz haqlı qəzəbdəki zövqünü, özümüzü bu olduğumuz versiya ilə tanımlamamaq üçün bir növ aldadıb özümüzü bu birisi tamamilə olmadığımız birisi ilə tanımlamaq, bunların hamısını özümüzdə müşahidə etməyə başlaya bilsək, yavaş-yavaş özümüzə bəlkə kömək etməyi seçə bilərik. Əks halda həyat həqiqətən birazca cəhənnəmə çevrilir. Bugünü bu qədər. Mən sizinlə gələn həftə yenə görüşəcəm. Fikirlərinizi paylaşın. Çox maraqlıdır oxumaq və seanslarda sizi gözləyirəm. Sağ olun.